Mən Göyçay rayon sakini İbrahimov Fariz Vidadoğlu, Göyçay rayon avtovağzal kompleksinin rəhbəri Sənan Şirəliyevdən şikayətçiyəm. O 2023-cü ildə məni yanına çağıraraq mənə Bakı Göyçay reisi vəd edib işləmək üçün məndən pul almışdır. 20.000 manat 2023 noyabrında və ayrı-ayrı vaxtlarda hər ayın 26-sı məndən 1265 manat pul istəyərək mənə qrafik satacağını vəd edib. Bugünkü günə qədər də işləmişəm. İndi mənim reisimi əlimdən alıb başqa bir Ozal və Şahin adlı sürücülərə veriblər. Məndən alıblar qrafiki, indi avtovağzala buraxmırlar. Və ona heç dəfə xəbərdarlıq etməyimə baxmayaraq mənim işimə heç kim yanaşmır. 10 mart 2026-cı il tarixədək Sənan Şirəliyevə əlbəəl 52.700 manat opsi pul vermişəm. İndi bugünkü gün o məni avtovağzala buraxmır. Həmən reisi də başqa şəxslərə vəd edib satıb. İndi məndən də avtovağzala buraxmırlar, nə pulumu geri qaytarmaq istəmirlər. Pulu geri də istəyəndə deyir ki, get hara bilirsən şikayət elə. Avtovağzal mənim də özüm bilirəm, buraxmıram. Mən buradan səslənirəm cənab prezidentimiz Ali Baş Komandan İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyeva, Baş Prokurorluq cənab Kamran Əliyevə səslənirəm. Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Daxili İşlər Nazirliyi cənab Vilayət Eyvazova səslənirəm. Xahiş edirəm mənim tapdanmış hüquqlarımın bərpa olunmasında mənə köməklik edəsiniz.